Salam değerli futbol azərkeşləri, Extra Time futbol kanalı sizləri salamlayır. Noyabr ayının 25'i saat 23:59'da start götürəcək Napoli Qarabağ oyunu haqqında statistika hazırlanıb. Gəlin bu statistika ilə birlikte tanış olaq. Bu komandalar arasında ilk Avrokubok oyunu olacaq. İtalya təmsilçisi Napoli tarixində ilk dəfə Azərbaycan təmsilçisi ilə üz-üzə gələcək. Neapollular son 19 Çempionlar Liqası maçından yalnız birində evdə məğlub oldular. 11 qarşılaşmada qələbə qazanıb 7 görüşdə heç ediblər. Əvvəlki turda Almaniyanın Eintracht Frankfurt komandası ilə qolsuz heç edən Neapol komandası Qarabağla görüşdə Qarabağın qapısına yol tapa bilməsə antirekorda imza atacaq. Serie A təmsilçisinin qitənin bir nömrəli futbol turnirində ardıcıl 2 oyunda qolsuz qaldığı vaxt olmayıb. Qarabağ indiyədək İtaliya klubları UEFA turnirlərində 6 dəfə qarşılaşıb. Bunların birində heç etsə 5'inde məğlubiyyət qeydə alınıb. Azərbaycan çempionluğu futbolçusu Leandro Andrade son 7 Avrokubok maçının 5'inde gol vurub. Köhlənatlar bu mövsüm UEFA turnirlərində keçirdiyi 10 oyunun yalnız ikisində 7 qələbə 1 heç qazanıb. Napoli Qarabağ oyunu noyabr ayının 25'i gecə saat 23:59'da keçiriləcək. Əziz azərkeşlər, sizin bu qarşılaşma ilə bağlı fikirlərinizi öyrənmək istəyərdik. Sizcə komandamız Napoli'də İtaliya səfərindən xalla qayıdacaqmı? Ümumiyyətlə hesab təxminlərinizi və oyun barədə fikirlərinizi videonun rəbərməsini yazmağı unutmayın.